Salam, Xalq qəzetinin internet televiziyasında hadisələrin arxasında adlı yeni verilişə başlayırıq. Bu verilişdə ölkəmizdə, regionda və ümumiyyətlə dünyada baş verən ən mühüm prosesləri təhlil edəcək, gündəmin əsas suallarına aydınlıq gətirəcək, ekspert rəylərini və aktual mövzulara dair dəyərli yanaşmaları tamaşaçılarımızla bölüşəcəyik. Bugünkü mövzumuz Yaponiyanın yeni hökumətinin son günlərdə səsləndirdiyi bəyanatlara həsr olunub. Qarşıdakı dəqiqələrdə rəsmi Tokionun yeni siyasətinin arxasındakı hansı məqamların gizləndiyinə aydınlıq gətirməyə çalışacağıq. Bu günlərdə Yaponiyanın yeni baş naziri Sanae Takaichi bildirib ki, Şimali Koreya lideri Kim Çen-unla şəxsən görüşməyə hazırdır və Yaponiya, Şimali Koreya münasibətlərində yeni və faydalı bir səhifə açmaq niyyətindədir. Siyasi müşahidəçilərin fikrincə, Tokyo uzun müddət dondurulmuş diplomatik xəttini yenidən aktivləşdirməyə çalışır. Bu təşəbbüs Yaponiya ilə Çin arasında münasibətlərin sürətlə gərginləşdiyi bir vaxtda meydana çıxır və regiondakı bu gərginlik Tokyo-Pxenyan xəttində nə qədər irəliləyiş əldə oluna biləcəyini müəyyən edəcək. Xanım Takaichi həmçinin iki ölkə arasında uzun illərdir kəskin gərginliyə səbəb olan Yaponların qaçırılması probleminin həllində irəliləyişə ümid etdiyini istisna etmir. Əvvəlki baş nazirlərin bu sahədə səyləri nəticə verməyib. Lakin Takaichi artıq Kim Çen-unla görüş üçün rəsmi sorğu göndərmək qərarına gəlib. Bu addım onun Tayvana mümkün Çin hücumu zamanı Yaponiyanın iştirak edə biləcəyi ilə bağlı açıqlamalarından sonra Pekinin sərt reaksiyası fonunda daha da diqqət çəkir. Çin sərt şəkildə xəbərdarlıq edir ki, Yaponiya Tayvan məsələsinə müdaxilə edərsə, sarsıcı məğlubiyyətlə üzləşəcək. Bununla belə, müşahidəçilər hesab edirlər ki, Takaichinin ritorikası təkcə Çinə meydan oxumaq deyil, həm də Yaponiyanın regionda artıq pasiv müşahidəçi kimi qalmaq istəmədiyini göstərən yeni siyasi kursun ifadəsidir. Tokyo-Pekin gərginliyinin artmasının bir səbəbi də Takaichinin şəxsi siyasi mövqeyi ilə də bağlıdır. Liberal Demokrat Partiyasının sağ qanadına aid edilən Takaichi, Yasukuni məbədini dəfələrlə ziyarət edib ki, bu da həmçində həm də Koreyada ciddi narazılıq doğurub. O, müharibə illərində Koreyalıların məcburi əməyə cəlb edilməsində Yaponiyanın məsuliyyətini inkar edir və bu faktların məktəb dərslərindən çıxarılmasını dəstəkləyir. Bu kontekstdə onun Kim Çen-unla dialoqa can atması xüsusi maraq doğurur. Bir tərəfdən Takaichi sərt xarici siyasəti, pasivist konstitusiyanın yenidən nəzərdən keçirilməsini, ordunun gücləndirilməsini və Tayvanla təhlükəsizlik üzrə yarı ittifaq ideyasını müdafiə edir. Digər tərəfdən, Pxenyanla münasibətləri normallaşdırmaq istəyi Yaponiyanın Çini əsas təhlükə hesab etdiyi üçün başqa cəbhədə gərginliyi azaltmaq niyyətindən qaynaqlana bilər. Tokyoda yaxşı anlayırlar ki, Pxenyan çətin tərəfdaşdır. Şimali Koreya Yaponiyanın çox vaxt ABŞ-a təzyiq vasitəsi, sanksiyaların yumşaldılması və maliyyə güzəştləri əldə etmək üçün alət kimi istifadə edir. Kim Çen-un üçün isə Yaponiyanın ilk qadın baş naziri ilə görüş beynəlxalq statusunu artırmaq şansı deməkdir. Xüsusən Rusiya ilə genişlənən hərbi əməkdaşlıq və Çinin dəstəyi ətrafında yaranan qeyri-müəyyənlik fonunda. Bu istiqamət Çin üçün də əsasdır. Pekin Tokionun Pxenyanla birbaşa diplomatik kanal qurmasında və Kore yarımadasında daha müstəqil rol oynamağa başlamasında maraqlı deyil. Çin uzun illər bu məsələdə əsas vasitəçi rolunu oynayıb və Yaponiyanın aktivləşməsini öz təsir dairəsinə müdaxilə kimi qəbul edir. Beləliklə, Takaichinin Kim Çen-unla yeni və faydalı münasibətlər qurmaq təşəbbüsü sadəcə barışıq gesti deyil, mürəkkəb geosiyasi oyunun elementidir. Yaponiya-Çin gərginliyi artdıqca Tokyo öz təhlükəsizlik arxitekturasını daha fəal formalaşdırır. ABŞ-la ittifaqı dərinləşdirir, Tayvanı dəstəkləyir, Seulla münasibətləri normallaşdırır və lazım gəldikdə Pxenyanla dialoq imkanlarını da araşdırır. Analitiklərin fikrincə, Takaichinin strategiyası çox həssas zəmin üzərində qurulub. Pekin onu revizionist siyasətçi kimi qəbul edir ki, Kim Çen isə Yaponiya ilə dialoqa əsasən siyasi dividendlər üçün vasitə kimi görür. ABŞ Tokyonu dəstəkləsə də Kore yarımadasında öz təsirini qorumaqda maraqlıdır. Yaponiyada Takaichinin ultrasağ mövqələrin regionu daha da gərginləşə biləcəyi barədə məlumatlar səslənir. Yaponiya hakimiyyəti ölkənin nüvə silahına sahib olmadığını, istehsal etmədiyini və idxal etmədiyini nəzərdə tutan 3 qeyri-nüvə prinsiplərin sadiqliyini təsdiqləməkdə davam edir. Baş nazirin kabinet katibi Minoru Kihara növbənin yetisində xanım Takaichinin bu prinsiplərin yenidən nəzərdən keçirə biləcəyi barədə xəbərlərə cavab olaraq bunun hələlik gündəmdə olmadığını bildirib. Lakin gələcəkdə dəyişiklik ehtimalını da istisna etməyib. Minoru Kihara
Tokyodakı mətbuat konfransında hökumətin 3 qeyri-nüvə prinsipinə ciddi riayət etdiyini vurğulayıb. O, sabiq Xarici İşlər naziri Katsuya Okadanın vaxtilə təsdiqlədiyi gizli ABŞ-Yaponiya müdafiə razılaşmalarını da xatırladı. Həmin razılaşmalardan biri ABŞ-ın nüvə silahı daşıyan gəmilərinin fövqəladə hallarda Yaponiya limanlarına daxil olmasına icazə verirdi. Müzakirələr Takaiçi hökumətin bu yanaşmaları yenidən nəzərdən keçirilməyəcəyi barədə suala cavab verməkdən çəkinməsindən sonra Yaponiyada yenidən alovlanıb. Baş nazir ölkənin əsas müdafiə sənədlərinin milli təhlükəsizlik strategiyası, milli müdafiə strategiyası və müdafiə qabiliyyəti planının yenilənməsi barədə göstəriş verib. Onun sözlərinə görə, dəyişən geosiyasi vəziyyət bu sənədlərin yenidən işlənməsini zəruri edir. Sənədlərin yeni versiyasından 3 qeyri-nüvə prinsipinin çıxarılıb-çıxarılmayacağı sualına isə Takaiçi indi açıqlama verməyin vaxtı deyil cavabını verib. Əvvəllər Liberal Demokrat Partiyasında siyasət formalaşdırılmasına cavabdeh olan xanım Takaiçi bir neçə dəfə idxal qadağandır prinsipinin açıq müzakirəsini müdafiə edib. O, ABŞ-ın nüvə çətirinə güvənməklə bu prinsipin mütləq şəkildə qorunmasının qeyri-real olduğunu yazırdı. Onun fikrincə, ciddi böhran zamanı prinsipin sərt tətbiqi milli təhlükəsizliyə mane yarada bilər. Baş katib Kiharada müdafiə sənədlərinin yenilənmiş versiyasında yeni nüansların ola biləcəyini bildirib, lakin konkret dəyişikliklər açıqlamaqdan imtina edir. Yeni hökumətin nüvə məsələsi ilə bağlı sərgilədiyi mövqenin doğurduğu narahatlıq fonunda sabiq baş nazirlər Fumio Kishida və Yoshihiko Noda bildiriblər ki, Yaponiya 3 qeyri-nüvə prinsipinə sadiddir. Onların açıqlamaları Çinin Sinhua agentliyi tərəfindən dərc olunub. Xatırladaq ki, bu prinsiplər 1967-ci ildə baş nazir Eisaku Sato tərəfindən elan edilib. Nüvə silahına sahib olmamaq, onu istehsal etməmək və ölkəyə gətirilməsinə icazə verməmək. 2022-ci ildə qəbul edilmiş milli təhlükəsizlik strategiyasında da bu prinsiplər yenidən təsdiqlənmişdi. Rusiya hökuməti də Yaponiyadakı müzakirəli narahatlıq vəziyyətini bəyan edib. Prezidentin mətbuat katibi Dmitri Peskov bunu narahatlıq doğuran qeyri-müəyyənlik adlandırıb. Xarici İşlər naziri Sergey Lavrov isə ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə onların ərazilərində nüvə silahlarının yerləşdirilməsi barədə danışıqlar aparıldığına dair məlumatları çox təhlükəli oyunlar kimi qiymətləndirib. Çin hökuməti də Takaiçi kabinetini tənqid edərək bildirib ki, yeni administrasiya 3 qeyri-nüvə prinsipi ilə bağlı qeyri-müəyyən mövqe nümayiş etdirir və bu, Yaponiyanın siyasətində mənfi dəyişiklik siqnalı verir. Aydındır ki, Takaiçi hakimiyyətə Şərqi Asiyanın dərin transformasiya dövründə gəlib. Yaponiya uzun illərdən sonra ilk dəfə Çin açıq şəkildə meydan oxumağa və paralel olaraq Şimali Koreya ilə öz diplomatik oyununu qurmağa hazır olduğunu gizlətmir. Eyni zamanda yeni hökumət 3 qeyri-nüvə prinsipinə yenidən nəzərdən keçirmək planının olub-olmadığı barədə aydın mövqe sərgiləmir. Əlbəttə, baş nazirin yeni diplomatik xəttində nə qədər iləri gedə biləcəyi hələ məlum deyil. Məsələn, Şimali Koreya ilə normal münasibətlərin qurulması Pxenyanla yaxınlaşma cəhdləri ilə Pekinlə qarşıdurma arasında tarazlığı saxlaya biləcəyindən asılı olacaq. Kim Çen Inın çətin tərəfdaş olacağı şübhəsizdir. Lakin rəsmi Tokionun ən yüksək səviyyədə birbaşa dialoqa hazır olması, 3 qeyri-nüvə prinsipinə yenidən baxılması zərurətinin olduğuna ehyam vurması Şərqi Asiyanın strateji xəritəsinin sürətlə və geri dönüşsüz dəyişdiyini göstərir. Belə, hörmətli tamaşaçılar, bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, gəlin görüşlərə.